Sual 40. Argetum nitrat və natrium ortofosfat məhlulları arasında gedən reaksiyanın tam iyon tənliyi hansı halda doğrudur? Dostlar, bunu belə deyək, biz bir hiylə ilə də tapa bilərik. Bir dənə fikir verin. Argetum NO3 və natrium 3PO4. Bu maddələr hər ikisi suda həll olanda, yəni biz bunları reaksiyada tam iyonlara ayrılmış şəkildə görməliyik. Amma biz B variantında baxın bunu bütöv görürük. İyonlara ayrılmayıb. Deməli B variantı olmaz. Sonra C variantında natrium 3PO4 iyonlara ayrılmayıb. Deməli bu da olmaz. D variantında argetum NO3 iyonlara ayrılmayıb. Olmaz. Sonra gəlirik Y variantındasa baxın natrium NO3 halını baxır da və bunu da iyonlara parçalamayıb. Mümkün deyil. Natrium NO3 suda həll olan maddədə iyonlara parçalanmalı idi. Ona görə getdi. Düzgün cavabımız olacaq A variantı. Gördüyünüz kimi baxın argetum NO3-ü də parçalayıb, natrium 3PO4-ü də parçalayıb. Alınan maddələrdə də bunların içinin yerini dəyişib. Alınıb natrium nitrat və argetum 3PO4. Baxın natrium nitratı parçalayıb, amma argetum 3PO4-ü parçalamıyor. Niyə? Çünki bu maddə çöküntüdür. Çöküntü dissosiasiya etməz. Sual 42. Bizə deməli anion verib, kation verib və əmələ gələn maddə verib. Bunların formullarına əsasən deyir ki, hansı birləşmənin formulları doğru deyil. Dostlar, formullar belə hesablanacaq. Baxın, barium üstündə 2 müsbətdir. Mən işarəyə fikir vermirəm, sadəcə ədədi yazıram, 2 yazıram. Xlor -1-dir, mən birinciden söhbət edirəm bu arada. Xlor -1-dir, mən buna sadəcə 1 deyəcəm. Çarpaz olaraq ədədləri indekslərə göndərək. Xlorun üstündəki 1-i bariumun ayağına göndəririk. Təbii ki, 1 indeksi yazılmır, amma bariumun yuxarısındakı 2-ni də xlorun ayağına göndəririk. Onda olur barium xlor 2. Doğrudurmu? Bəli, doğrudur. Mən bunu götürməyəcəm, çünki mənə doğru deyil deyir. Qısası 1 olan sıraları çıxın, 1 doğruymuş. Gəlirik ikinciyə. İkincidə nə verib bizə? Verilibdir mis, hansı ki müsbət verib orada, bu müsbət 1 deməkdir. Bir də OH verib bizə. OH da nədir? Baxın, -1 verib, mən buna 1 yazıram. Dediyim kimi işarələrə diqqət eləmirəm. 1 indeksləri onsuz da heç bir tərəfdə yazılmır. Kuprium OH şəklində qalır. Amma bu bizə kuprium OH 2 verib. Deməli, mən bunu götürəcəm. Bu yanlış variantdır, bunu götürəcəm. 2 hökmən doğrudur, onun düzgün cavabımız A variantı oldu. Amma hər halda 3-ə də bir diqqət eləyək. Üçüncüdə necə olacaq? Baxın, dəmir müsbət 3 verib. Mən buna sadəcə 3 deyəcəm, işarəyə diqqət eləməyəcəm. SO4-də də 2 mənfi verib. Sadəcə buna 2 deyəcəm. Çarpaz olaraq indekslərə göndərək. Yəni, dəmirin yuxarısındakini ferium və bunun yuxarısındakini SO4-ün mötərziyə alıb indeksinə göndərəcəyik. SO4-ün yuxarısındakı 2-ni də dəmirin ayağına, yəni bura göndərəcəyik. Ferium ki, SO4 3 dəfə olmalıydı, yanlış göstərirdi. Qısası düzgün cavabımız 2-3, yəni A variantıdır. Sual 44. Deməli, bizə maddələr verilib, deyir ki, iyonlara əsasən hansı formullar doğru deyil. Gəlin birinciyə diqqət edək. Birincidə X üstündə müsbət 2-dir. Mən buna sadəcə 2 deyirəm. Manqan O4-də, manqan O4. Üstündə -1 verilibdir, mən buna sadəcə 1 deyirəm. Bu gördüyünüz ədədləri, baxın, işarələrə diqqət eləmədim, sadəcə ədədlərə diqqət edim. Çarpaz olaraq ayaqlara göndərək. Yəni, deməli, X-in üstündəki ədədi manqan O4 qrupunun bir yerdə ayağına göndərirəm. Manqanın üstündəki biri də X-in ayağına göndərirəm ki, bir indeksdə yazılmır. Düzgün cavabımız olacaq X manqan O4 2 dəfə olmalıdır. Burada yanlış göstərib. Yəni, bunu götürəcəm. Çünki mənə deyir, doğru deyil. Yəni, mən yanlış axtarıram. Onda C variantı gedəcək, bir hökman doğrudur deyə. Daha sonra bir hökman yanlışdır deyə. İkinciyə baxıram. İkinci, bizə deyir X müsbət. Yəni, bu nə deməkdir? X-in üstündə 1 var. Manqan O4. Manqan O4 də -1-dir, yəni üstündə 1 var. Onda belə çıxır ki, burada çarpaz olaraq ayaqlara göndərsək, onsuz da 1 indeksi yazılmır deyə, elə belə də qalacaq. Kalium, manqan, daha sonra X manqan O4. Amma bizə nə verib? X2 verib burada. Deməli, bu da yanlışdır. Bunu da götürəcəm, dəyərli dostlar. 1-2 %100 yanlış imiş. Onda bu variantımız da getdi. Sonra bu variantımız da getdi. Üçüncüyə baxırıq. Üçüncüdə nə verib bizə? Deyir ki, X üstündə 3 müsbət. Mən buna sadəcə 3 deyirəm. Manqan O4-ün üstündə də 2 mənfidir. Sadəcə 2 deyirəm. Çarpaz olaraq ayaqlara göndərək. Deməli, manqan O4-ün üstündəki 2-ni X-in ayağına göndərirəm. X2. X-in üstündəki 3-ü də manqan O4-ü mötərizəyə alıram və onun ayağına göndərirəm. Bu 3-ü də bura göndərirəm.
Düzgün cavab belə olmalıydı, amma elə deyil deyə bu üçü də səhvdir. Düzgün cavabımız olacaq A variantı. Üçü də səhv imiş. Sual 46. Deməli, bizə X, Y və Z maddələr verilib, sonra onların elektrik keçiriciliyi və aqreqat halları barəsində məlumat veribdir. X-ə nə deyir? X deyir ki, suda elektrik cərəyanını əla keçirirmiş və bərk haldaymış. Baxın, əgər bərk haldadırsa və elektrik keçirirsə, A variantı olmayacaq. Çünki bu spirtdir, spirt də maye haldadır. Ümumiyyətlə, elektrik cərəyanını da keçirmiş. A variantını çıxdıq. B variantı. Elektrik cərəyanını keçirmir qlukoza. Ona görə də baxın B variantı və C variantı da gedir. Hər ikisində A variantında qlukoza verilib. Yəni C6H12 O6 verilibdir. Onlar da getdilər. D və E variantında hələ ki birinci hissə uyğun gəlir. Bərk maddədir natrium OH və elektrik də əla keçirir. Gəlir ikinci hissəyə. Y. Y deyir ki, elektrik cərəyanını keçirmir və bərk haldadır. Deməli D variantında bu gördüyünüz etil spirtidir. Bu maye haldadır. Tamam da elektrik keçirmir, amma bərk halda deyil ki, maye haldadır. Ona görə bu variantımız da getdi. Düzgün cavabımız Y variantı qaldı. Sual 48. Deməli, bizə nə verib? Kalium 2 sulfat veribdir. Məhlulda duzun miqdarı moluna 0,5 moldur. Dissosiasiya dərəcəsi 60 dərəcədir, 60%dir. Məhlulda kalium ionunun mol miqdarını hesablayın. Dəyərli dostlar, gəlin birinci neynəyək? Dissosiasiya dərəcəsi 60%dir. Məhlulda, baxın, alfa bərabərdir 60% və ümumi, mən buna sadəcə Ü deyirəm, ümumi bərabərdir 0,5. Biz nə etməliyik? Biz dissosiasiya eləyənin miqdarını tapmalıyıq. Mən D deyirəm. D bərabərdir sual işarəsi. Belə bir düsturumuz var idi. Alfa bərabər olacaq. Dissosiasiya etmişlərin sayını, yəni nü-D bölünsün ümuminin miqdarına və bir də faizlə verildiyi üçün bunu 100-ə də vuraq. İndi qiymətlərin yerinə qoyaq. Alfa, yəni 60% bərabərdir. Deməli, dissosiasiya etmiş bilmirəm neçədir. Ümumi amma 0,5-dir. Vurulsun 100. Bu şəkildə olacaq dəyərli dostlar. Biz də buradan deməli nə tapırıq? Nü dissosiasiya etmiş bərabər olacaq 0,3. Deməli, 0,3 mol kalium sulfat dissosiasiya edib. Gəlin indi kalium sulfatın dissosiasiyasına baxaq. Kalium 2 SO4. Biz bunu dissosiasiya prosesinə məruz qoysaq nə baş verəcək? 2 dənə kalium müsbət ionu, bir dənə də SO4 ionu əmələ gələcək, 2 mənfi ionu. Baxın, mən görürəm ki, bu maddənin, bu mübarəkin 1 molu əgər dissosiasiya eləsəydi, burada əmələ gələcəkdi kalium ionları olacaq. Nə qədər? 2 mol kalium ionu əmələ gələcəkdi. İndi, tapmışam 0,3 moldu. Bu maddənin 0,3 moldu dissosiasiya edibsə görəsən, nə qədər kalium ionu əmələ gəlir? X. X də buradan bərabər olacaq 0,6.